Doktor, istərdim ki, onurğa əməliyyatlarından da danışardıq. Ümumiyyətlə, onurğa əməliyyatlarından sonra xəstənin şikəst qalma ehtimalı varmı? Onurğa əməliyyatları bu el arasında bizim belə bir səhv fikirlər var ki, pasientlər arasında əməliyyat oldumsa, demək mən əlillik almalıyam, əlil olmalıyam və yaxud da əlil qalacağam. Belə bir səhv bir fikirlər formalaşır. Onurğa əməliyyatlarında təbii ki, onurğadakı patologiyaya çatmaqdan ötəri müəyyən bir toxmalardan keçmək lazımdır. Bu toxmalarda nə qədər çox travmatik keçərsə, nə qədər toxma zədələyib çox keçilərsə və onurğanın gələcəkdəki strukturuna çox təsir edərsənsə, təbii ki, onurğada gələcək üçün problemlər yarana bilər. Bundan ötəri son zamanlar minimal invaziv, yəni endoskopik cərrahi əməliyyatlar populyarlıq qazanmağa başlamışdır ki, endoskopik cərrahi əməliyyatlar zamanı əzələ toxmasına az ziyan vurulur. Yəni əzələ kəsilmir, əzələ liflərin arasından keçərək işlənilir. Sümük toxumasına minimal az zədə vurulur. Və bir qeyd etmək istəyirəm ki, pasientlərimiz tamamilə səhv bir fikirdədir ki, əməliyyat oldumsa mən problem yaranacaq. Əgər xəstə əməliyyatdan sonra əvvəlki vərdişlərini aradan qaldırarsa, yəni əvvəlki problemlər niyə gətirdi, çıxartdı, əvvəlki vərdişlər niyə gətirib çıxartdı həmin problemi, o vərdişləri aradan qaldırarsa, təbii ki, onurğada heç bir narahatçılıq olmayacaq. Biz bütün əməliyyatlarımıza, istər endoskopik, istər fiksasiya, istər şiş əməliyyatlarına 2 aydan sonra bərpa edici müalicəvi idman məsləhət görürük ki, onurğanı dəstəkləyən əzələlər bərpa olunsun deyə.